Hər birinizi növbəti imtahan sualını sizlər üçün izah etmək istəyirəm. Sual 76. Azərbaycan SSR 20-ci əsrin 50-ci illəri, 20-ci əsrin 60-cı illəri. Yeni konstitusiyanın qəbul edilməsi xeyr, 1956-cı ildə sadəcə deməli konstitusiyaya Azərbaycan dilinin dövlət dili elan olunması haqqında maddə əlavə edilir. Ona görə bu yeni konstitusiyanın qəbul edilməsi kimi götürülmür. Kartoçka sisteminin ləğv edilməsi 1947-ci il idi. Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycana məcburi köçürülməsinin davam etdirilməsi tamamilə doğrudur. 1948-53-cü illəri əhatə edən deportasiya 50-ci illərdə də davam etmişdi. Bir C variantı. Keçək növbəti 60-cı illər. Milli Azərbaycan qərargahının yaradılması 1962-ci ildir. Bunu götürəcəyik. İcbari 10 illik 1966-dır. Bunu da götürürük. 2-yə A, B. Dövlət dilinin Azərbaycan dili olması haqqında konstitusiyaya əlavə maddənin əlavə olunması da 50-ci illər demişdik. Testimizin düzgün cavabı A bəndi.